Yanvarın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiyada xidmətindən Lent AZ-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 4-7 isti, gündüz 13-18 isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 14-19 isti, dağlarda gecə 1-6 şaxta, gündüz 11-16 isti olacaq.